Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim onları məhkəmənin tərkibi ilə tanış etdi. Onları hüquq və vəzifələri barədə məlumatlandırdı. Ardınca təqsirləndirilən Ruben Vardanyan əvvəlki məhkəmə proseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığını qeyd edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirdi. Dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək dedi ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlar qəbul olunub. Həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edildiyini və həmin etirazın əsaslandırılmasının zəruri olduğunu vurğuladı. Buna baxmayaraq, Ruben Vardanyanın öz etirazını qanunvericiliyin müəyyənləşdirdiyi hallara uyğun deyil, vəsatətlərin təmin olunmaması ilə əsaslandırması Cinayət Prosessual Qanunvericiliyinə əsasən etiraza əsas ola bilməz. Ona görə prokuror etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. İclasda iştirak edən zərər çəkmişlər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildirdilər. İclasa sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsin eyni xüsusat üzrə artıq 4-cü dəfədir hakimlər kollegiyasına etiraz etdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraq qərar qəbul edildiyini, hazırki prosesdə hər hansı yeni dəlil təqdim olunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təmin etmədi. Ardınca dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxsə əvvəllər işğal altında olmuş Azərbaycanın suveren ərazilərinin minalanması, ora müxtəlif yerlərdən, o cümlədən Ermənistandan silahların daşınması prosesi, əldə olunma qaydası, bunun üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydada formalaşdırılması, qeyd olunan prosesdə Ermənistan dövləti, onun rəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi, razılıq və icazələri barədə suallar verdi. Təqsirləndirilən sualları cavablandırmaqdan imtina etdi. Daha sonra iş üzrə şahidlər dindirildi. Dindirmədən əvvəl iclasa sədrlik edən hakim Zeynal Ağayev şahidlərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən yalnız həqiqəti danışmaq vəzifəsini izah etdi. Şahid qismində ifadə verən Qarabağda yaşayan erməni əsilli şəxs Kamo Hayrapetyan 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirdi. O, Ruben Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-yə olan insandan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini dedi. Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, mən demirəm ki, o mənim düşmənimdir, yox. Amma nəyə görə o öz biznesini qoyub Qarabağa gəlmişdi? Şahid bildirdi ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirməsi nəticəsində 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində minalanma işləri aparılmağa başlanıb. Qeyd etdi ki, həmin minalar Laçın yolu vasitəsilə Ermənistandan Qarabağa gətirilib. Xankəndidə yaşayan ermənilər də minalanma işlərinin Qarabağ ərazisində Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını bilib. Həmin minalarla bağlı məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında məlumat xarakterli plakatlar yerləşdirilib. Hansı ki, 44 günlük müharibəyədək minalarla bağlı heç bir plakat yerləşdirilməyib. Şahid dedi ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla ümumilikdə 3 hərbi anbar təşkil edilib. Həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdi. Bu anbarlarda onun muzla saxladığı Ermənistan ordusu, Qarabağdan seçdiyi hərbiçilər fəaliyyət göstərib. Həmin anbarlarda onun muzla saxladığı Ermənistan ordusu, Qarabağdan seçdiyi hərbiçilər fəaliyyət göstərib. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatları, habelə pilotsuz kvadrokopterlər və digər pilotsuz uçuş aparatları toplanılıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq Azərbaycanlılara qarşı vuruşması təbliğ olunub. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub. Şahid bildirdi ki, Ruben Vardanyan Qarabağa gələnə kimi erməni sakinlər arasında Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb. İnsanlar Azərbaycanla əlaqələr qurmağa çalışıb. Bir çoxu Azərbaycanın tərkibində yaşamaq və vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.
Şahid dedi ki, 2022-2023-cü illərdə Ruben Vardanyan Xankəndi şəhərinə gəlib və burada Azərbaycana qarşı təbliğata başlayıb. Ruben Vardanyanın gəlişindən sonra Azərbaycana qarşı erməni sakinlərdə düşmənçilik meylləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin Azərbaycanlılara nifrət etməsinə çalışıb. Sonra digər erməni əsilli şahid Muşek Qriqoryan ifadə verdi. Dedi ki, Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub.